İcazə kağızı, sağlamlıq kağızı, ne bileyim ne icazə, o biri sertifikat, ne bileyim ne. Bu kadar şey. Sen o kadar sənəd yığırsan, sonra zakaz gəlirsən. 1 manat 70 qəpik. 38 dəqiqə probka. 30%'ində program götürür. Oradan benzin, yağ, maşın gündə 30 manat arında. Sonra da günün sonunda 7 manat qalırsan. Boşa xət 80 manat 2 bal. Avtobus zolağı 100 manat 3 bal, nə bilim neçə bal. Gölməçə mi? Arkada küçük gölməçə var. Bu mənə deyirlər, misal üçün, bəzən deyirlər də, prim yığırsan, nə edirsən də. Həqiqi çox maraqlıdır prosto bu salı böyle. 1600 adam var da, nə xeyri var mənə. Hə. 4 ildir yayın aparıram. 2000 olub, 3000 olub, 5000 olub, 10.000 olub. Nə? Mən bunu bağlayacağım buradan, yenə çıxacağım işləməyə. Nə xeyri var? Heç bir xeyri yoxdur. İstir 1 milyon izləyici olsun, yenə xeyri yoxdur. Keçin uşaqlar. Keçin qeydiyyatdan keçin, green card başlayır. Kim qeydiyyatı keçəcəksə, green card qeydiyyatı pulsuz eləyəcək olsun. 25 manatınızdan keçə bilmirsiniz, sonra həyatınızı dəyişmək istəyirsiniz. Adamlar istəyir ki, 25 manat verməsin, aylıq 50 min, 10 min maaş alsınlar. Belə bir dünya yoxdur. Mən Amerikaya gələ bilmək üçün evimi satmışam, evimi. Yəni dala qayıtsaydım, evdə qalmayacaqdım, gələ küçədə yatardım. İnsan risk eləyəndə qazanır, risk eləməyən insan qazana bilmir. Siz sadəcə istəyirsiniz, belə qalın belə. Qaqa, oradan qeydiyyatdan keçərəm, geçsəm xaricdə zatda işləsəm, aya 2000 dollar kənara ataram. Sual verirəm, bu nədir? Bölündü. Kim qurdaladı? Sual versəm ki, 2 dənəlik oldu. Adil. Yenə bölündü. Necə oldu? Amerikalıların dilini bilirsən, yox. Olmuşdu axı bu. Mən də sevinmişdim hala. Niye böyle oldu təzdən? Nasıl olsunuz? Ben de düşüm aşağı. Ayağım andıra kalsın. Ayağım kırılsın. Hayal. 1600 adam var da bize prim lazım. Ne niye ya? Kada tez pilim yer birim çıktı. Kısmakta yiyeceğim olsun. 1600 adam var. Nasıl yiyeydi ha? Ya adama 1 manatdan ne ola kart koyar göndersinler de kişidilerse adama 1 manatdan göndersinler. Bundan istifade etmeyi lazım. Bu 1600 adam. 50'ye gaziye çömeliydi falan. Kime yardım yığar? Neyin yani? 2 kilo un lazımdı almak. Adama 1 kilo gönderebilir. Bunlardan 1700 oldu. Aile böyle adam diyor 1700. Bize prim lazım. Biz bundan istifade Tercihli prim lazımdı tercih. Salpek kupini sattı da Samir. Yeter eyle ya la bu zala. Allah bu niye böyle oldu ya? 2'ye bölmüştüm ya. Gidip kuryer işleyebilmem değil mi? 1700 adam var. Yani düzgün tutma canını bak. Evet 1700 tane adam varsa sen bence pul tutmazsın bu canlıda. Belki pek eləyəsən. Yolunu tapdın mı? Aspis yani. Adır koşulanda böyle olur. Düşüm aşağı mı? Çilelənmişdim diye kalktım. Üzülü sana. Gider inşallah saç düzenler.